Hər vaxtınız xeyir. Bu gün qaraciyəri necə tez və asan şəkildə bişirmək olar sizlərlə bölüşürəm. Əvvəlcə qaraciyəri mən bu şəkildə doğrayıram. Kub şəklində. Nə qədər xırda olarsa bir o qədər də yaxşı olar. Qaraciyəri doğrayıb qurtardıqdan sonra mən onu hardasa 1 saat suyun içərisində saxladım ki, içərisində olan qanı buraxsın. Daha sonra onu 2 dəfə yaxşı-yaxşı yudum və aş süzəndə yenə də bir müddət saxladım ki, suyu tamamilə süzülsün. Əvvəlcə mən kartofu bu şəkildə doğrayıram xırda şəkildə və kərə yağının içərisində qovururam. Yaxşı qızardıqdan sonra kartofu mən yığıram bir boşqaba, başqa bir yerə və həmin yağda da qaraciyəri əlavə edirəm, hansı ki, əvvəlcədən hazırladığım qaraciyəri əlavə edirəm. Tavanın üzərinə qapaq qoymadan o tərəf bu tərəf qaraciyəri yağda qovururam. Belə etdikdə daha çox suyu çıxmır, amma ağzına qapaq qoyarsınızsa tavanın onda daha çox su çıxır. Və o tərəf bu tərəf qovurduqdan sonra artıq gördüyünüz kimi qaraciyərin o tərəf bu tərəfi qovurulub hazırdır. Üzərinə 2 ədəd böyük baş soğan halqa şəklində doğramışam, yarım halqa şəklində və qaraciyərin içərisində qovururam. Bura mən sarı kök də əlavə edirəm. Sonradan bu şəkildə soğan ölənə qədər, yəni saralana qədər qovururam. Soğan da qovurulduqdan sonra artıq hazırladığım kartofu üzərinə əlavə edirəm. Gördüyünüz kimi mən kartofu çox bol etmişəm və daha sonra üzərinə ədviyyatları əlavə edirəm. Duzu, sarı kök, qara istiot və bibər dənələri, əzilmiş şəkildə bibər dənələri də əlavə edirəm. İnanın bibər dənələrini əlavə etsəniz dadı bambaşqa olur. Mütləq bu ədviyyatdan istifadə edin. Yaxşı-yaxşı qarışdırıram və üzərinə də yarım stəkan su əlavə edib ağzına qapaq qoyuram tavanın. Hardasa yarım saat bişir. Tam hazır olduqdan sonra üzərinə də doğranmış kişniş əlavə edirəm. Gördüyünüz kimi çox gözəl alınıb. İzlədiyinizə görə təşəkkürlər.